Müttəhina surəsi, deməli 12-ci surənin 60-cı ayəsi. Bunu da məndən götürün. Yox, 60-cı surənin 12-ci ayəsi. Deməli, aktual olan bir suala inşallah ki cavab verəcəm bir saniyədən sonra. Deməli, mən gəldim. Məlum məsələdir ki, biz Şiə mənhecində olduğumuz üçün müxaliflərə sual edirik. Müxaliflərə verdiğimiz sual bundan ibarətdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, dövrün imamını, rəhbərini qəbul etməyib, itaat etməyib, ölən, dünyasını dəyişən şəxs cahiliyyət dövründə ölmüş kimi olur. Gözəl. Hədis səhihdir. Hədis yerindədir. Və biz sual edirik. Nəyə görə? Əbu Bəkrə xanım Fatimə Zəhra salamullahi aleyha beyyət etmədi.